Hər vaxtınız xeyir olsun Çinarə. Bəli, havaların soyuması ilə istiliyə olan tələb artır və bu baxımdan da istiliyin nə vaxt veriləcəyi insanların diqqət mərkəzindədir. Elə Azəristiliyə Açıq Səhmdar Cəmiyyətindən verilən informasiyaya görə noyabrın 15-dən etibarən artıq ölkə ərazisində istilik mövsümü başlayacaq və bununla paralel olaraq artıq indiki məqamda sazlama və sınaq işləri aparılır. Daha təfərrüatlı informasiyanı hazırda işlərin hansı yerdə olması ilə bağlı informasiyanı Azəristiliyə Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Elvin Basqaldan alacaq. Xoş gördük Elvin bəy. Buyurun, söz sizdə. Bəli, artıq payız-qış mövsümünə hazırlıq işləri yekunlaşmaq üzrədir, yəni tam hazırıq. İnşallah noyabrın 15-i səhər saatlarından etibarən Azəristiliyə Təhsilat Açıq Səhmdar Cəmiyyətinin balansında olan 550 qazanxananın hamısı işə düşmüş olacaq. Noyabrın 1-i Dağlıq və Dağətəyi rayonlarda Şuşada, Şamaxıda, Qəbələdə, Qubada, Qusarda, Xaçmazda, Şabranda, Siyəzəndə, Lerikdə olan qazanxanalarımız işə düşüb və orada çox sayda yaşayış binaları, qeyri-yaşayış binaları artıq istilik ilə təmin edilir. Səhmdar Cəmiyyətin balansında olan 1000 kilometrdən artıq magistral və məhəllə daxili istilik xətləri hidravlik təzyiqlə dəfələrlə yoxlanılıb, qüsurlar, qəza riskləri aradan qaldırılıb. Bir sözdən keyfiyyətli istilik xidməti üçün biz tam hazırıq. Bir daha xatırlatmaq istəyirəm ki, paytaxtın 5 rayonunda ümumilikdə 7 qazanxana, Yasamal, Nərmanov, Pirallahı, Nizami və Səbail rayonunda ümumilikdə 7 qazanxana sökülüb və onların da yerində artıq yenisi tikilib. Ötən il 5 qazanxana, bu il 7 qazanxana. Bax, o yeni 7 qazanxana da məhz noyabrın 15-də işə düşəcək. Təşəkkür edirəm informasiyaları bizlə paylaşdığınız üçün. Bir daha xatırladım ki, artıq noyabrın 15-dən etibarən ölkə ərazisində istilik mövsümü başlayacaq. Hansı ərazilərdə, hansı tarixlərdə olacağı ilə bağlı da elə mətbuat katibi Elvin Basqaldan informasiyaları əldə etdik və sizə çatdırdıq. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsənə, bu aktual mövzu ətrafında fikirləri aldığın üçün. Bir xəbər